bilinməli ki, Ruhul Qüddüs deyilən Allahın ruhunun bağlandığı çakra, göbək çakrası o bölge Azərbaycan sayılır. Yəni həyatın mərkəzi və dünyanın mərkəzi olaraq Azərbaycan sayılmaqdadır. İnsanların hayvani nəfsin təsirində olmaları, alt bilincə düşmələri də oradan qaynaqlanır. Yəni şu an Azərbaycanda yaşayan insanların da çoxsu alt bilincdədir, hayvani nəfsin təsirindədirlər. İnşallah dünyamız bu yanışa doğru getdiyinə görə İsa'nın inməsi də Azərbaycanda olacaqdır. Mehdinin doğulması da, Mehdi bilincinin də olması Azərbaycandan çıxacaqdır. İsa'nın doğulması, İsa'nın annədən olması da Azərbaycandan olmuşdur. Şimdi mən bölgəni demirəm, hangi bölgədən, Azərbaycanın nərəsindən, amma bunu gizli tutacağım. Amma bilinməli ki, Azərbaycan dünyanın mərkəzi və göbək çakrasının ruhun rabitə kurduğu, Ruhul Qüddüsün rabitə kurduğu mərkəz sayılmaqdadır. İsa'ya da Ruhul Qüddüs deyilir, yəni Allahın ruhu deyilməkdədir. Ona görə də İsa Azərbaycana